Salam, hörmətli izləyicilərimiz. Mən bugün sizə çox yayılmış, pasientlər arasında bizə çox müraciət olunan, xüsusilə də təcili tibbi yardım şöbələrinə daha çox müraciət olunan döş qəfəsində ağrı sindromu haqqında danışmaq istəyirəm. Çünki döş qəfəsində ağrı sindromu hər yaşda rast gəlinir. Bu sindromun diferensial diaqnostikası biz həkimlərin üzərinə düşür və doğru düzgün diferensial diaqnostika olarsa, pasiyenti doğru düzgün həkimə yönləndirmək də olur. Döş qəfəsində ağrı sindromunun ən qorxulu, həyəcanlı bir momenti insanların döş qəfəsində olan ağrının kardiyak mənşəli olmasıdır, yəni ürək mənşəli olmasıdır. Döş qəfəsinin ürək mənşəli ağrısı daha çox döş sümüyünün arxasında sıxıcı, basıcı, göynədici ağrılar. Bu ağrılar adətən hər iki qola, çənəyə vura bilir, kürəyə vura bilir, təngi nəfəsliklə müşahidə olunur. Bu zaman mütləq şəkildə təcili tibbi yardım şöbəsinə müraciət etmək lazımdır. Bu cür pasientlərə ilkin olaraq sakitlik kardioqramması çəkilməlidir, troponin testi götürülməlidir. Lazım gəldikdə isə stres test və kardioqrafiya müayinələri ilə diaqnoz təsdiqlənib və yaxud inkar olunmalıdır. Eyni zamanda bunlardan əlavə olaraq döş qəfəsində ağrı sindromunu yaradan ikincili pulmonar problemlər vardır ki, ağciyər xəstəlikləri də, xüsusilə də ağciyərlərin iltihabı xəstəlikləri bu durumu yarada bilir. Daha çox bronxit, bronxiolit, pnevmoniya, ağciyərlərə su yığılma dediyimiz plevrit kimi xəstəliklər kəskin şəkildə təngi nəfəslik və ağciyərlərdə, xüsusilə də kürəkdə ağrılarla özünü büruzə verir. Bu zamanı pasientlərin əlavə olaraq öskürək simptomları olur. Bu öskürəklər ilk 48 saat ərzində quru ola bilir, sonradan bəlğəmli produktiv öskürəyə keçir, hərarət artır. Bundan əlavə olaraq saturasiya dediyimiz hemoqlobinin oksigenlə zənginləşmə faizi azala bilir. Bu cür pasientləri də kardioqrammadan əlavə olaraq döş qəfəsinin rentgeni, ağciyərlərin kompüter tomoqrafiyası müayinəsi ilə diaqnozun təsdiqi və yaxud inkarı olunur. Bunlardan əlavə olaraq döş qəfəsində olan sinir və əzələ ağrıları da ola bilir ki, qabaqarası nevrologiya dediyimiz bir durumlar olur. Bu cür pasientlərdə də xüsusilə də tərləyib soyuyan zamanı, eyni zamanda kondisioner altında olduqda və yaxud da ki, ağır ciddi stres keçirdikdə bu cür sinir impulslarının sürətli şəkildə ötürülməsi nəticəsində bu ağrılar yaranır və zaman-zaman arta bilir. Bu ağrılar daha uzun müddətli olur, günlərlə, həftələrlə davam edə bilir və instrumental müayinələr nəticəsində həm kardioqramma, həm rentgen, həm digər müayinələr nəticəsində hər hansı bir patologiya aşkarlanmır və insanlarda mərkəzi sinir sisteminə bağlı və periferik sinir sisteminə bağlı problemlər aşkarlandıqda artıq düzgün bir mütəxəssisə yönləndirilir. Bunlardan əlavə olaraq insanlarımızda yerli olan travmatik ağrılar da ola bilir ki, döş qəfəsində, kürəkdə hər hansı bir nahiyyə üzərində müəyyən bir vaxtda travma alınır və o travma nəticəsində bir müddət sonra da ağrılar yarana bilir və bu ağrılar da təbii ki, uyğun həkim yönündən diferensiasiya olunaraq diaqnoz təsdiqlənir. Əgər döş qəfəsində ağrı ürək mənşəli olursa, təbii ki, burada pasientlər birmənalı olaraq kardioloqlara yönləndirilir və kardioloq tərəfindən müayinələr və müalicələr aparılır. Ağciyər mənşəli hər hansı bir patologiyaları terapevtlər və pulmonoloq tərəfindən müalicələr aparılır. Bəzən də torakal cərrahlara da ehtiyacımız olur. Sinir mənşəli ağrıları isə nevropatoloqlar tərəfindən müalicəsi aparılır. Bu yüzdən döş qəfəsində ağrı sindromunu qətiyyən sadə bir ağrı kimi vaz keçib, onları üstünə getmədən, diferensial diaqnostika etmədən, dəqiqləşdirmədən hər hansı bir ağrı kəsici qəbul edib ölçüşdürmək olmaz, çünki həyatı təhlükəli ola bilər.